Pakistan və Hindistan arasında münaqişə təhlükəsi bütün ölkələrin narahatlığına səbəb olub. Bunu Pakistan Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif deyib. İki nüvə dövlətinin toqquşması həmişə narahatlıq doğurur. Nəsə səhv getsə, bu qarşıdurma faciə ilə nəticələnə bilər deyə qurum rəhbəri Sky News-a açıqlamasında bildirib. O iki ölkə arasında tam miqyaslı müharibənin başlama ehtimalını da istisna etməyib. Xatırladaq ki, Hindistan tərəfindən verilən açıqlamaya görə Pakistan əskərləri Hindistanla sərhəd boyunca postlara atəş açıb. Hadisə Hindistan Silahlı Qüvvələrinin baş qərargah rəisi General Pendra Dwivedinin Srinagara səfəri zamanı olub. Bildirilib ki, Hindistan əskərləri də cavab atəşi açıblar. İnsident cümə günü baş verib. Hindistan əskərləri arasında itki qeydə alınmayıb deyə əlavə edilib. Atışmanın təfərrüatları barədə məlumat hələlik açıqlanmır.